Yaşadığımız bu dünyada baş verən zəlzələ, vulkan püskürməsi, sel, su daşqınları, tsunami, bu kimi təbii fəlakət adlandırdığımız təbiət hadisələri və bu hadisələrə izahat verməyə çalışan insan beyni. Amma bir şeyi unutmamalıyıq ki, təbiət insan deyil və təbiətə bizim yanaşmamız, hansı baxış bucağından baxmağımız, negativ və yaxud da pozitiv münasibət göstərməyimiz təbiətdə heç nəyi dəyişmir. Gəlin belə bir səhnə təsəvvür edək. Bir vulkan püskürür, bir neçə kənd qaynar lavanın altında qalır, insanlar ölür, ora-bura qaçışır, qışqırır, vahimə, dəhşətli səslər, bu nə bəla, bu nə müsibət, bu nə fəlakət idi. Və bu nalə qışqırıq səsləri və bu görüntüyə acıyan insan özü deyil. Amma bu hadisə, bu ona verilən insanların izahatıdır. Çünki eyni hadisəyə başqa cürdə baxmaq olar. Torpaq altından çıxanlar var, yalnız yandırmır. Bəzən yaradır. Yer üzünə çıxan minerallar bir neçə il sonra torpağı daha münbit və daha məhsuldar edir. İnsan üçün əvvəl ölüm olan yer zamanla yeni həyatın başlanğıcına çevrilir. Bugün qiyamətin qopduğu xarabalığa çevrildiyi kimi təsəvvür elədiyimiz yer sabah bəlkə də ən bərəkətli əkin sahəsinə çevrilir. Bugün məhv oldu dediyimiz məkan illər sonra insanların yenidən yuva qurduğu bir yerə çevrilir. Dünən 100 nəfərin rahat yaşaya biləcəyi bir ərazi indi 5000, 10.000 insanın rahat yaşaya biləcəyi bir əraziyə çevrilir. Bugün 100, 200, 300, bəlkə də 500 nəfərin dəhşətlər içində öldüyü bu yerdə sabah 1000, 2000, 3000, 5000'lərlə yeni insan dünyaya göz atacaq. Bəli, təbiət hiss etməz. Təbiət intiqam almaz. Təbiət öz qanunları ilə işləyər. Əzabı da, dəhşəti də, vəhşəti də, sevinci də, xoşbəxtliyi də yaradan o təbiət hadisəsi deyil, o təbiət hadisəsinə izahat verməyə çalışan insan beynidir. Öz duyğularına və hisslərinə görə bu təbiət hadisəsini izah etməyə çalışan insan şuuru. İnsan beyni, insan şuuru gördüyü hadisələri bu günə, bu ana görə izah etməyə çalışır. Təbiət isə öz qanunları ilə bu günə, bu ana yox, minilliklərə görə işləyir. Və bizim bugün gördüyümüz bu hadisənin heç də əsli deyil. Sadəcə biz bu hadisənin gələcəyini görmürük və adını bilmirik. Onu isə bilən elə təbiətin özüdür. Ona görə də bu təbiətdə baş verən hadisələrə izahat verməmişdən öncə bir an dayanıb düşünmək lazımdır. Çünki o hadisələr bizim qısa həyatımıza görə hesablanmayıb. Nəyisə anladığımızı, nəyisə anlamadığımızı, nəyisə üstündə baş sındırıb, nəyisə öyrənə biləcəyimizə vaxt, zaman həsr eləyib bir dəfə yaşamaq şansımız olan həyatı boşuna bitirməyək. Əgər bir fikir, yeni bir kəşf, yeni bir icad ortalığa qoyacaqsansa bu başqa məsələ. Amma vaxtla yaşayacağım bu həyat inan ki boşuna bitirdiyin zamandır. Çünki biz bu həyatı nə bu təbiəti, nə bu kainatı anlamaq qüdrətində deyilik. Əsrlərdir elm adamları müşahidə edib, bugün də edir və daima edəcək. Demək olar ki, bu hadisələrin ümumi gedişatı haqqında fikirlər var, rəy var. Demək olar ki, zəncirin bir çox halqaları elm adamlarına məlumdur və qalan hissələri də tədricən, yavaş-yavaş öz yerinə oturacaq. Təbiət susur, insan danışır. Təbiət hərəkətdədir, insan izah etməyə, məna verməyə çalışır. Məna isə təbiətin davranışlarında yox, insanların onlara verdiyi izahatdadır. Ona görə də təbiətdə və kainatda baş verən hadisələrə sadəcə şükür deyib yolumuza davam etməliyik. Çünki nə təbiət, nə kainat qanunları bizim onlara yüklədiyimiz mənalar çərçivəsində işləmir. Onların öz qanunları var, öz səbəb və nəticələri var. Boşuna başımızı yormayaq.